Sağ əlim mənim başıma nə deməkdir? İnsanın sağ tərəfi onun enerji verən tərəfidir. Sol tərəfi isə enerji alan tərəfidir. Həmçinin insanın sağ tərəfi indiki və gələcək zamanı ifadə edir. Sol tərəfi isə keçmişi. Quranda da var sağ tərəf sahibləri, sol tərəf sahibləri. Hətta Məhəmməd Peyğəmbərdən hədis də var ki, sol əllə yemək haramdır. Burada sırf sol tərəfdən söhbət getmir. Söhbət burada o rusca deyirlər levi. Levi işıq, levi qaz, levi qazanc. Yəni sol əllə qazanc haramdır. Sağlam sözü də sağ sözü ilə başlayır. Solmaq sözü sol sözü ilə başlayır. Arzu edirəm ki, hər birimiz həmişə sağ tərəf sahiblərindən olaq. Qiyaməti yalan sayanların o gün vay halına. Məyər biz ilk nəsilləri həlak etmədikmi? Sonrakıları da onlara qatacağıq. Biz günah sahibləri ilə belə davranırıq.